Salam dəyərli şagirdlər, bugün sizlərlə səhifə 33-də yerləşən məsələ və misallara, yəni ümumiləşdirici tapşırıqlara baxacağam. Vaxt itirmədən birinci misaldan başlayırıq. Bu tip misalların davamı üçün də kanala abunə ola bilərsiniz. A variantı. Deməli, A və 3-ün fərqinin 4 misli, yəni A-dan 3 çıxıb 4-ə vururuq, 2 ilə toplayırıq. B variantında C-nin 2 misli ilə 4-ün cəmi, yəni C-nin 2 misli ilə 4-ün cəmi bölünsün 7. Bu formada olacaq. C variantına baxırıq. M-in kvadratı ilə 5-in cəminin, M-in kvadratı ilə 5-in cəminin 3 misli vururuq 3-ə. D variantında da M-in kvadratının 2 qatı, M-in kvadratının 2 qatı ilə 5-in cəmi. Yəni, M-in kvadratı vurulsun 2, üstəcəlsin 5 kimi yazırıq. Keçirik ikinci çalışmaya. Sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın. Deməli, 7x üstəgəl 3 vurulsun x çıxılsın 1. Əvvəl bunu biz sadələşdiririk. Vurmanın paylama qanununa görə 3-ü bir dəfə x-a vururuq, bir dəfə də 1-ə vururuq. Yəni 7x üstəgəlinsin 3x çıxılsın 3 kimi yazırıq. Bərabərdir. Burada dəyişənlər 7x və 3x olduğundan 7x-in üstə 3x gəlirik, edir 10x çıxılsın 3. Və x-də 4,2-dirsə, x-in yerinə 4,2 yazırıq. 10 vurulsun 4,2 çıxılsın 3 bərabərdir. 42 çıxılsın 3 bərabərdir 39. Keçirik B variantına. Deməli, 2B üstəgəlsin 3 vurulsun, B üstəgəlsin 1. B də 5-də 2-dir. Bərabər 3 əvvəl B-yə vururuq, bir dəfə də 1-ə vururuq. Yazırıq 2B üstəgəlsin 3B üstəgəlsin 3. Bərabərdir. Dəyişənlər 2B və 3B olduğundan onları bir toplayırıq. 5B üstəgəlsin 3. Bərabərdir. B-imiz neçədir? 5-də 2. Onda yazırıq B-nin yerinə 5-də 2 üstəgəlsin 3 bərabərdir. Burada ixtisarlar gedir. 5 ilə 5-lər ixtisar gedir. Qalır 2. 2 üstəgəlsin 3 də edir 5. Keçirik C variantına. Burada n-i 2,6 veriblər. Onda biz bir dəfə şərtləri sadələşdirəcəm. Əvvəl buranı açıram. Yəni 8n üstəgəlsin 32 çıxılsın 3n. Dəyişənlərimiz 8n və 3n olduğu üçün onları 8n-dən 3n çıxıb yazıb 5n yazıram. Üstəgəlsin 32 bərabərdir. N-imiz neçədir? 2,6. Yəni 5 vurulsun 2,6 üstəgəlsin 32. O da bərabərdir. 5 2,6-ya vuranda. Deməli, 13 eləyəcək. 13-ün üstünə də gələcəm. 32 bərabərdir 45. Növbəti misalımıza baxırıq. Deməli, 3 təsvirlərə uyğun tənlik yazın və həll edin. Buradan bir dənə üzərində işarələyək. Deməli, burada nə qədər x var? 2x var, elə deyil. Burada da 17 var. Cəmi nə qədərdir? 26. Yəni, yazırıq A variantında 2x üstəgəlsin 17 bərabərdir 26. Hər tərəfindən 17 çıxırıq. Bərabərdir 2x. Bunlar ixtisar gedir. 26-dan da 17 çıxanda nə qədər eləyir? 9. X-ə bərabərdir. Hər tərəf nəyə bölürük? 2-yə. 9 bölünsün 2. O da edir 4,5. Sonra B variantına baxırıq. Nə qədər? 4 dənə y-dir. Yəni yazırıq. Y-in bir toplaya da bilərik. Bir dəfəyə 4y-də yaza bilərik. 32. Hər tərəf nəyə böləcək? 4-də. Y onda bərabərdir. 32 bölünsün 4 bərabərdir 8. Sonra C variantına baxırıq. Şərtlər. Burada neçə t üstəgəl 2 var? 1, 2, 3, 4. 4 ədəd t üstəgəlsin 2 var. O zaman biz yazırıq 4 vurulsun. Mötərizdə t üstəgəlsin 2 bərabərdir 18. Çünki burada 18 özləri verib.
Və vurmanın paylama qanununa görə bir dəfə 4-ü t-yə vuracam, bir dəfə 2-yə vurub toplayacam. Yəni 4t üstəgəlsin 4 vur 2 8 bərabərdir 18. Buradan da biz hər tərəfindən 8 çıxacaq. Bunlar ixtisar edəcək, qalacaq 4t bərabərdir 18-dən də 8 çıxanda qalır 10. T də bərabərdir 10 bölünsün 4. Hər tərəfini 4-ə bölürük. Qalır 5 bölünsün 2. 5 də 2-yə böləndə 2,5 verir bizə. Növbəti 4-cü çalışmaya baxırıq. Tənlikləri həll edin. 4-cü çalışma A variantı. Deməli 2x üstəgəlsin 13 bərabərdir 20. Əvvəla hər tərəfindən 13 çıxırıq. 2x qalır. Qalır 2x. Bunlar gedir. 20-dən də 13 çıxanda edir 7. Sonra x necə çıxarırıq? Hər tərəfini 2-yə bölürük. Yəni, bunlar 2-yə böləndə bunlar gedir. Axı, qalır x bərabərdir. 7 bölünsün 2 bərabərdir. 3,5. Sonra B variantına baxırıq. 6x çıxılsın 5 bərabərdir 16. Burada çıx 5 olduğu üçün üstəgəl 5 yazacaq. Burada da üstəgəl onda 5 olur. Bərabərdir. Bunlar ixtisar gedir. Qalır 6x bərabərdir. 16 üstəgəlsin 5, 21. X də bərabərdir. 21 bölünsün 6. Hər tərəfini 3-ə böləndə burada 2, burada 7, o da edir 3,5. Növbəti C variantına keçirik. X üstəgəlsin 8 bölünsün 3 bərabərdir 3,5. Hər tərəfini 3-ə vururuq. Bərabərdir. Bunlar ixtisar gedir. Qalır x üstəgəlsin 8 bərabərdir 3,5 vurulsun 3. 3,5-i də 3-ə vuranda 10,5 eləyəcək. Yəni x üstəgəlsin 8 bərabərdir 10,5. Onda x nəyə bərabərdir? Hər tərəfindən 8 çıxacaq. Elə deyil. Hər tərəfindən də 8 çıxanda, yəni 10,5 çıxılsın 8 bərabərdir 2,5. Sonra D variantına baxırıq. 4 vurulsun x çıxılsın 1 bərabərdir 24. Şərtlər hər tərəfini bir dəfəyə 4-ə də vura bilərsiniz. Paylama qanununa əsasən. Hər tərəfini 4-ə də bölə bilərsiniz. Yəni bu dəfə hər tərəfini 4-ə bölək, daha rahat olsun. Bunlar ixtisar edir, elə deyil. Onda qalır bu hissə qalır da x çıxılsın 1 bərabərdir 24-ə 4-ə böləndə 6. Mötərizəni yazmamalıydım əslində. Burada mötərizələr silsin. X çıxılsın 1 bərabərdir 6. X də bərabərdir. Hər tərəfin üstə 1 gələndə bunlar ixtisar edir. Burada 1 gəldiyimizdə burada 7-dir. Yəni 7-dən 1 çıxanda 6 eləyir. Keçirik Y variantına. Burada deməli 2x-in üstünə x gələndə neçə eləyəcək? 3x eləyəcək. Bura bir dəfə yazıram. 3x bərabərdir 12. Hər tərəfində 3-ə böləndə x bərabərdir 4. F variantına baxırıq. 4x-dən 2x çıxanda verir bizə 2x. Bərabərdir 18. Hər tərəfində 2-yə böləndə x bərabərdir 9. C variantına baxırıq. Deməli 2,6x-in üstə 1,4x gələndə eləyir. Deməli bu C variantı. Deməli 4x. 4x bərabərdir 16. Hər tərəfində 4-ə böləndə x bərabərdir 4. H variantına baxırıq. 3,2-dən 1,2x çıxanı neçə eləyir? 2x. 2x bərabərdir 10. X də bərabərdir 5. Keçirik növbəti sualımıza 5-ci sual. Tənlik yazmaqla suallara cavab verin. Hansı ədəd deyirsə bu ədədi biz artıq x götürürük. 3-ə vurub alınan hasildən 6 çıxanda fərq 21 alınar. Deməli 5-ci sualın A variantı. Hansı ədəd x-i 3-ə vurub alınan hasildən 6 çıxanda fərq 20-ə bərabər olur. Aha, bizim misalımız belə olunur. Sonra misalı həll edirik. Hər tərəfin üstə 6 gəlirik. X bərabərdir. Deməli, buradan 6-lar ixtisar edir. Qalır 3x bərabərdir. 21 üstə gəlsin 6, 27. X də bərabərdir. Hər tərəfini 3-ə bölürük. 9 verir. Sonra B variantına baxırıq. Hansı ədəddən 4 çıxıb, yəni x-dan 4 çıxıb, fərqi
5'ə böləndə 7 alınar deyir. Belə bir misal alınır. Buranı da 5'ə vururam, buranı da 5'ə vururam. Bunlar ixtisarca edir. O da bərabərdir. X çıxılsın 4. 7 dəfə 5'in 35. Sonra hər tərəfin üzərinə 4 gəlirəm. Bu tərəfin də üzərinə 4 gəlirəm. Buranın da üzərinə 4 gəlirəm. O da bərabərdir. Bunlar ixtisarca edir. Qalır X bərabərdir 39. B variantda cavab 39 alınır. 6-cı suala baxırıq. Deməli, şəkildə verilənlərə görə düzbucaqlının perimetrini hesablamaq üçün riyazi ifadə yazın və onu sadələşdirin. Deməli, əvvəl bir düzbucaqlı çəkirik. Bu eni adı, uzunu da 3 adı. Şərtlər perimetr nəyə bərabərdir? 2 vurulsun A üstə gəlsin B deyil. Əvvəl perimetrin öz düsturunu yazırıq. A üstə gəlsin B. İndi o da bərabərdir. Burada A-mızın yerinə A-dır, B-mizin yerinə 3A-dır. Yəni 2 vurulsun A üstə gəlsin 3A. O da bərabərdir. A-nın üstə 3A gələndə 4A edir. 2 vurulsun 4A, o da bərabərdir 8A. Bu bizim etdi düsturumuz. Bundan sonra A variantında deyir ki, daha doğrusu A bərabərdir 4,5 olduqda perimetri hesablayın. Heç nə. Şərtlər P-miz nəyə bərabərdir? 8A-ya. Onda biz yazırıq ki, P bərabərdir 8A, yəni 8 vurulsun 4,5 bərabərdir 36. B variantında deyir, düzbucaqlının perimetri 48 olarsa, yəni P bərabərdir, buranı silim, P bərabərdir deyir, 48 olarsa, sahəsi nə qədərdir? Əvvəla P 48 deyir, amma P-miz özü bir də nəyə bərabərdir? 8A. Yəni biz bu 48-i 8A-ya bərabər edirik. A-nı buradan alırıq ki, 6 imiş A. Aha, A 6-dırsa, deməli bura 6-dır, burada 6-dır. Bura 3A-dırsa, 3'ü A-ya vururuq, 18 edir, elə deyil. A-mız 6 olanda. Onda S nəyə bərabər? S bərabərdir A vurulsun B. Yəni 6 vurulsun 18. O da bərabərdir 108 santimetrin kvadratı. 6'yı 18'ə vururuq, 108 alırıq. Şagirdlər, daha doğrusu diqqətsiz səhvlər edə bilərəm. Yorum hissələrdə bildirə bilərsiniz, rəy bölməsində daha doğrusu. İndi 7-ci məsələyə baxaq. Əsmər nənə 20 qutab bişirdi. Samir və Lalənin hər biri n ədəd qutab yedi. Yəni Samir də n yeyib, Lalə də n yeyib. Samir 5 dənə yeyibsə, demək Lalə də 5 dənə yeyib. Samir 10 dənə yeyibsə, demək Lalə də 10 yeyib. Aha, demək biz n-miz 2n olurdu, elə deyil. Yeyilən 2n-dir də, 20 çıxsın 2n. Qalan qutabların sayına uyğun riyaziyyat. Məsələn, biri 2 yeyibsə, o biz də 2 yeyib. 2, 2, 4, 20-dən 4 çıxıb 16 yazırıqsa biz, onda bu düstur olaraq necə alınacaq? Deməli, 20 çıxılsın, 2 vurulsun n. Yəni, 20 çıxılsın, 2n. B variantında da n bərabərdir 3 olanda neçə qutab qalar? Yazırıq, 20 çıxılsın, 2. N-in yerinə nə yazırıq? Artıq 3. Bir ya da yazın 2 vurulsun n bərabərdir 20 çıxılsın 2 vurulsun 3 bərabərdir 20 çıxılsın 2 vur 3 6 bərabərdir 14. Belə uzun yazaraq da başa düşmək üçün qeyd götürə bilərsiniz. Deməli, 8-ci çalışmaya baxırıq. Bazar günü teatra gələn tamaşaçıların sayı şənbə günü gələnlərdən 2 dəfə çoxdur. Bazar günü, məsələn, buraya yazaq bazar və şənbə. Bazar günü gələnlər şənbədən 2 dəfə çoxdur. Şənbədə x-dirsə, bazarda 2x-dir. Şənbədə 5-dirsə, bazarda 2 vur 5 10-dur da. Onda biz bazara 2x, şənbədə x yaza bilirik. Şənbə və bazar günü ümumilikdə 642 tamaşaçı gəlib. Yəni 2x-la x-in cəmi edib 642. 3x bərabərdir 642. Hər tərəfində 3-ə böləndə 214.
Bazar günü teatra neçə nəfər gəlmişdi? Bazar günü soruşur. Yəni 2x-i soruşur. Biz x-i tapdıq. Onu yazırıq. 2x bərabərdir. 2 vurulsun 214 bərabər 428. Bazar günü 428 nəfər gəldi. 9-cu çalışmaya baxırıq. Elə burada hesablayaq 9-cu çalışmanı. Maşın yolun bir hissəsini 2 saat ərzində 60 km/saat sürətlə, ikinci hissəsini 3 saat ərzində A km sürətlə getdi. Bu müddət ərzində maşın cəmi S. Şərtlə biz S bərabərdir, sürət vurulsun, zaman düsturunu bilirik və bilməliyik, bilmiriksə də. S məsafəsini A-dan asılılıq ifadə edin. Əvvəla, birinci gedib bu qədər. Elə 2 saatda 60 km, yəni 2 vurulsun 60. Üstəgəlsin, ikincide sürətini artırıb 3 saatla A gedib, yəni 3 vurulsun A. O da bərabərdir 120 üstəgəlsin 3A. Yəni bizim S-imizin düsturu necə olur? S bərabərdir 120 üstəgəlsin 3A. Bu düsturumuzdur. S 360, 390 km olarsa, maşın yolun ikinci hissəsinə hansı sürətlə getdi? Aha. Deməli, bizim düsturumuz necə oldu? S bərabərdir 120 üstəgəlsin 3A. B variantında deyir ki, B variantına baxmamışam heç. B variantda deyir ki, A bərabərdir 70 olanda, bir də 75 olanda. Onda məsafə nə qədər olur? S bərabərdir 120 üstəgəlsin 3 vurulsun 70 bərabərdir 120 üstəgəlsin 210 bərabərdir 330 kilometr olur. İkincide də A bərabərdir 75 olanda S bərabərdir 120 üstəgəlsin 3 vurulsun 75 bərabərdir 120 üstəgəlsin 225 bərabərdir 345 olur. İndi biz B variantını yazdıq. C variantına da baxaq. C'də də deyir ki, yəni S-imizi yazırıq ki, 120 üstəgəlsin 3A düsturundan yenə. C bərabərdir. Deməli, S-ə bir dəfə 360 veririk. Yəni yazırıq 120 üstəgəlsin 3A bərabərdir 360. Hər tərəfdən 120 çıxırıq. 3A bərabərdir 240. A da bərabərdir. Hər tərəf 3-ə bölürük 80. Bir də S-ə 390 veririk. S bərabərdir 390. Onda 120 üstəgəlsin 3 vurulsun A bərabərdir 390. 3A bərabərdir. Hər tərəfindən 120 çıxanda 270. Hər tərəfində buradan 3A bərabərdir 270-dən 3-ə böləndə A bərabərdir 90. Deməli, ikinci hissəsini S 360 olanda 80-lə, S 390 olanda 90 km/saatla gedir. Şərhlər növbəti səhifə, növbəti videomda izah olunacaq. Bunun üçün də kanalıma abunə ola bilərsiniz. Sağ olun, salamat qalın.